Dostlar, nəzərinizə çatdırmaq istəyirəm ki, artıq ingilis dilinin fonetikasına aid olan bütün qaydaları bitirdik. Bu dərsdən etibarən kursun sonuna qədər, yəni bu son dərslərdə qaydalara bir daha göz gəzdirəcəyik və qaydalara aid olan istisnalara baxacağıq. Kurs boyunca ilk dərsdən etibarən diqqət etdinizsə, heç bir qaydaya aid istisna göstərilmirdi. Yəni istisnaları vermirdik. Çünki məqsədimiz o idi ki, tələbələr əsas etibarilə ilk başdan qaydaları öyrənsinlər, həmin qaydaları mənimsəsinlər. Yəni, həm qaydanı öyrənmək, yanında bir də istisnaları göstərmək biraz fikir yayındırıcı olur. Bu məqsədlə istisnalarla bağlı dərsləri sona saxlamışıq. Baxın, ilk qaydamız bizim sehirli i qaydası idi. Yəni, sehirli i qaydasını qısaca xatırlasaq, o demək idi ki, sehirli i, sonda i var idi. Oxunmurdu, amma onun bir rolu var idi. Özündən əvvəlki hecadakı sait əlifbadakı adı kimi oxunurdu. Misal üçün, burada gördüyünüz E hərfi qaydamıza görə əslində əlifbadakı adı kimi E kimi oxunmalıdır və sonda i oxunmamalıdır. Yəni, qaydaya görə bu söz heyf kimi oxunmalıydı. Lakin əslində belə deyil. Yəni, bu söz have olaraq oxunacaq. Live sözünə baxaq. Live əslində life kimi oxunmalıdır. Bu sözün, yəni istisna kimi oxunma qaydası olacaq live və həmin bu live sözünün bir də yəni qaydaya uyğun şəkildə life kimi oxunduğu variant da var. Yəni iki formada oxunma qaydası var. Live sözündə istisna kimidir, çünki burada I hərfi əlifbadakı adı kimi oxunmur, yəni qaydaya tabe deyil. Burada isə life kimi oxunur, yəni sehirli i qanununa tabedir. Bu sözdə iki forma deyilişi görürsünüz. Məna fərqləri var, yəni tərcümədə. Live kimi oxunsa yaşamaq deməkdir. Live, yəni istisna kimi oxunur, qaydaya tabe deyil. Live, I live, mən yaşayıram. Live kimi oxunduğu halda isə canlı deməkdir. Əslində canlı, misal üçün canlı veriliş, canlı proqram. Belə sözlərdə istifadə edilir. O zaman live kimi oxunacaq. Bu mötərizələrdə, yəni artıq bilirsiniz ki, deyiliş formaları qeyd edilir. Come qaydaya tabe olsaydı, comb kimi oxunmalıydı. Çünki o hərfi əlifbadakı kimi oxunmalıydı. Lakin oxunmur, yəni qaydaya tabe olmur və come olaraq oxunur. Gördüyünüz kimi o hərfi əlifbadakı adı kimi yox, A kimi oxunur. Amma sonda sehirli i olduqda bilirik ki, əvvəlki hecadakı sait əlifbadakı adı kimi oxunur, amma burada o sehirli i-yə tabe olmur. Tam başqa cür oxunur, come. Eyni ilə some qaydaya tabe deyil. Qaydaya tabe olsaydı, soam kimi oxunmalıydı. Yəni o əlifbadakı adı kimi oxunmalıydı. Lakin belə olmadı. Eyni ilə love sözü love kimi oxunmur. Love. Baxaq, give sözünə. Give sözündə də, yəni əslində qaydaya görə qayf kimi oxunmalıydı. Yəni burada gördüyünüz ay hərfi əlifbadakı adı kimi oxunmalıydı. Sehirli i var, oxunmur. Give. One, bir, yəni bir rəqəminin sözüdür bu. Hər kəsin bildiyi sözdür. Baxın, əslində own kimi oxunmalıydı. Çünki sehirli i var və sehirli i-dən əvvəlki hecadakı o, əlifbadakı adı kimi, yəni o olaraq oxunmalıydı, oxunmadı. One, done, eyni ilə down kimi oxunmur, done. Palace, əslində bu söz, yəni A hərfi burada əlifbadakı adı kimi oxunmalıydı, sonda i var, yəni palace oxunmalıydı, elə oxunmur. Palace. Image, əslində image kimi oxunmalıydı, yəni A kimi oxunmalıydı, o formada oxunmur. Have, live, ikinci forması life, come, some, love, give, one, done, palace, image. Baxın, bu sözlər qaydaya tabe deyil və istisna sözlərdir. Bəs niyə istisnalar var? Və istisna sözlər bizə nə formadan mane ola bilər? Hər bir dil, yəni belə deyək, sosial proses kimi tam qədim zamanlardan inkişaf edə-edə bugünə qədər gəlir. Və
belə ulu babalardan nə formadasa inkişaf edə-edə bugünə qədər gəlir. Xarici, yəni qonşu ölkələrdən yeni sözlər, alınma sözlər alınır. Həmin alınma söz alındığı, belə deyək, ölkənin e, dilinə görə necə səslənirsə, eyni formada dilə qəbul edilir. Bu formada istisnalar yaranır və istisnaların əsas problemi odur ki, yəni qaydaya tabe deyil və bunu əzbərləyib öyrənmək lazımdır. Və yaxşı xəbər odur ki, istisnaya aid olan sözlər dillərdə çox olmur. Yəni bizim dildə də istisna qaydalar var dilimizdə. O haqqda danışmaq istəmirəm. Yəni hər dildə istisnalar var. İngilis dilində istisna sözləri ancaq öyrənərək həll edə bilərsiniz. Yəni bu fonetika kursundan sonra siz ingilis dilini ciddi şəkildə öyrənməyə başlasanız, belə sözləri tam lüğətdən öyrəndikdə, yəni have olaraq əzbərləyəcəksiniz. Məsəl üçün palace olaraq əzbərləyəcəksiniz, give olaraq əzbərləyəcəksiniz və belə də yadınızda qalacaq. Bunun başqa yolu yoxdur. Yəni istisnanı həll edəcək bir, yəni qayda yoxdur. Onsuz da yəni qayda olsaydı istisna olmazdı bu. Və sizə deyim ki, vərdişə çevrildikdən sonra bu problem həll olunur. Yəni dildə olan istisnalar sizə böyük bir yük kimi görsənməsin. Yəni istisna var, qaydaya tabe deyil, necə öyrənəcəm? Belə fikirlərə düşməyin. Hər kəs necə öyrənirsə, siz də o formada öyrənəcəksiniz. Və avtomatikləşəcək, yəni vərdiş halına gələcək və çox da deyil. Yəni sizə deyim ki, istisna sözləri çoxdur, yüzlərlədir, 500-lərlə. Xeyr, hər qaydaya bir neçə 10, onun üzərində, yəni bir qədər sözlər var ki, onu öyrənirsiniz və bu problem həll olunur. Amma əsas bu ay ərzində öyrəndiyimiz qaydalardır. Yəni ən çox qaydalara tabe olur sözlər. Və siz qaydanı bildikdən sonra həmin sözləri oxuya bilirsiniz. Yəni əsas vurğulamaq istədiyim odur ki, istisnaya aid olan sözləri əzbərləyirsiniz, bu problem bitir. Və amma qaydalar hər zaman sizə yardımcı olacaq. Yəni əsas etibarla, yəni 98% hallarda sözlər qaydalara tabedir, istisnalar çox azdır. Burada G hərfinə aid olan qaydanı görürsünüz. Qısaca xatırlayaq. G hərfindən sonra E, I, Y hərflərindən biri gələrsə, o zaman G hərfini sözdə C kimi oxuyurduq. Gördüyünüz nümunələrdə əslində G hərfi C kimi oxunmalı idi qaydaya görə, lakin belə olmur, yəni qaydaya tabe deyil və G kimi oxunacaqdır. Girl, girl, yəni göl olmayacaq. Burada artıq qızıl hərflərin, yəni E, I, Y hərflərinin qaydası keçmir. Girl, get, give, begin, tiger, gear, forget. Yəni, bir daha da təkrar edim ki, istisna sözləri ancaq öyrənərək həll etmək olur. Yəni burada heç bir qayda yoxdur. Yəni belə sözlər qaydaya tabe olmur. Burada isə C hərfinə aid olan qaydanı görürük. C hərfindən sonra E, I, Y hərflərindən biri gələrsə, o zaman C, S kimi oxunurdu. Bu qaydanı artıq bilirsiniz. İstisna əsas, yəni ən çox bilinən istisna söz soccer olacaqdır. Soccer, baxın, burada C hərfi K kimi oxundu. Halbuki ondan sonra I hərfi gəlir. Lakin yəni bu söz qaydaya tabe olmur. Yəni saucer kimi oxumuruq bu sözü. Aşağıda isə xüsusi bir məqam var, onu bildirmək istəyirəm sizə. Accent sözündə, yəni bu söz qaydaya tabedir, istisna deyil. Lakin qoşa C olanda diqqət edəcəyimiz məqam nədir? İkinci C-dən sonra I hərfi gəlmişdir. Ona görə də biz C-ni S kimi oxuyuruq. Yəni qaydaya tabedir bu söz. Lakin birinci C hərfindən sonra baxın, yenə C hərfi özü gəlir. Yəni I, I, Y hərfi gəlmədiyi üçün birinci C-ni K kimi oxuyuruq. Yəni qaydamız belə idi ki, bizim əgər qızıl hərflərdən biri gəlmərsə, I, I, Y hərflərindən başqa hər hansı bir hərf gələrsə, o zaman C-ni biz K kimi oxuyurduq. Birinci C-ni K kimi oxuyuruq. Lakin ikinci C-də isə, yəni qızıl hərflərdən biri gəlmişdir, I gəlir. Ona görə də ikinci C-ni S kimi oxuyuruq. Birinci C K kimi oxunur, ikinci C hərfi isə S kimi oxunacaqlar. Yəni bu söz istisna deyil. Sadəcə qoşa C olduqda qarışdırmayasınız deyə bunu əlavə olaraq vurğulamaq istəyirəm. Accent. Bir daha təkrar edim. Birinci C-dən sonra qızıl hərflərdən heç biri gəlmir.
Lakin C hərfinin özü gəlir. Yenə də, yəni C hərfi bu qızıl hərflərdən biri olmadığı üçün ona görə birinci C-ni K kimi oxuyuruq. İkinci C-dən sonra isə I, yəni EIY qızıl hərflərdən biri gəldiyi üçün ikinci C-ni S kimi oxuyuruq. K, S, accent, accent.